Salam, mən Jalə Bəhramova. Bugün mən sizə valideynlərimizin ən çox narahat olduğu və verdiyi suallar və eyni zamanda izləyicilərimizin məndən soruşduğu IELTS nədir mövzusudur. IELTS beynəlxalq testing sistemidir və sizin övladınızın akademik ingilis dilini qiymətləndirir. Tələbə 4 section üzrə, 4 bölüm üzrə reading, listening, speaking və writing sectionları üzrə 1 baldan 9 bala qədər ballama əldə edir. Və hər sectiondan alınan bal total olaraq hesablanır, 4-ə bölünür və sizin övladınızın overall balı çıxır. Ümumiyyətlə, IELTS imtahanına nə zaman hazırlaşmalıdır? Bəzən valideynlər 7-ci, 8-ci sinifdə tələsdirlər ki, övladımız IELTS-ə hazırlaşsın. Bu çox yanlış strategiyadır. Çünki IELTS ümumiyyətlə 15 yaş üzəri nəzərdə tutulmuş imtahandır. Əgər sizin övladınız 9-cu sinifdən sonra 10-cu və 11-ci sinifdə ADA School'da oxuyacaqsa və ya siz boarding school'u planlayırsınızsa, bu zaman siz IELTS-ə hazırlaşa bilərsiniz. Ümumiyyətlə, bu imtahanın keçərlilik müddəti 2 ildir və tez almanız sizə heç bir şeyi qazandırmır. Əgər siz yüksək nəticə əldə etməyi hədəfləyirsinizsə, övladının general mərhələsinə fokus olun. Tək IELTS-in sirri güclü qoyulmuş General English-dir. Buna əmin ola bilərsiniz ki, heç bir IELTS müəlliməsi sizin övladınıza dil öyrətmir. IELTS yalnız strategiya əsaslanan bir hazırlıqdır və IELTS-ə başlamamızdan əvvəlcə övladınızın ümumi ingilis dilinin güclü olmasına əmin olun. Şəxsən mən özüm sizə garanti verirəm ki, əgər sizin övladınızın bazası güclüdürsə, biz 1 aya, maksimum 2 aya 7 üzəri nəticə əldə edə bilərik. Önəmli olan sizin general mərhələnizin və pre-IELTS mərhələnizin düzgün qoyulmasıdır. IELTS imtahan nəticəsi əldə etmək istəyirsinizsə, mənim 19 illik təcrübəmə və Şeyin Akademinin nəticələrinə güvənərək bizə müraciət edə bilərsiniz və bu yolda biz sizin ən yaxşı dəstəkçiniz ola bilərik.